Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam, 8-ci sinif iş dəftərindən yanma reaksiyaları suallarına baxırıq. İfadələrin düzgün və ya səhv olduğunu müəyyən et. Yanma prosesi istilərin ayrılması ilə müşahidə olunur. Bəli. Təbii qaz yandıqda oksigen əmələ gələ bilər. Bu səhvdir. Təbii qazın əsas tərkibi hissəsi metandır, CH4 yəni. O da yananda CO2 üstəgəl H2O əmələ gəlir. Yəni burada əmələ gələ bilər. Artıq qala bilər oksigen, amma oksigen əmələ gələnlərin içərisində yoxdur. Ümumiyyətlə bir maddə reaksiya girənlərin içərisində isə alınanların içərisində olmur. Bu səhvdir. Su yanma məhsulu ola bilər. Bəli, əlbəttə ola bilər. Məsələn, hidrogenin oksigende yanması ilə H2O, elə yuxarıda yazdığım reaksiyada görürsüz, H2O əmələ gəlib düzdür. Qlukoza insan orqanizmində oksigenlə reaksiyası istiliyin ayrılması ilə gedir. Bəli. Yanmada ümumiyyətlə istilik ayrılır. Amonyakın yanma məhsullarından biri CO2-dir. Bu səhvdir. Amonyak NH3-dür. Bu da oksigende yanırsa necə CO2 əmələ gəlsin? Yəni reaksiya girənlərin içərisində karbon yoxdur axı. Necə əmələ gələ bilər? Əlbəttə əmələ gələ bilməz. Niye hiç abone olmuyorsunuz? Niye yorum açmıyorsunuz? Niye like atmıyorsunuz? İkinci suala baxaq. Karbon yananda CO2 əmələ gəlir. Uyğunlaşdırmalıyıq. Hidrogen yananda H2O əmələ gəlir. Xlor yanmır. Oksigenlə reaksiyası yoxdur bunun. Amma hidrogen məsələn xlorda yana bilər. Xlor özü yanmır. Magnezium oksigen reaksiyasından magnezium oksid əmələ gəlir. Hmm, azot da yanmır. Bu azotun əslində oksigenlə reaksiyası var. İldırım, şimşək çaxanda olur, NO əmələ gəlir. Burada endotermik reaksiyadır, istilik udulur. Bu reaksiya yanma reaksiyası deyil. Yəni burada bütün cavablar, daha doğrusu bütün şeyləri uyğunlaşdırmaq olmur. Sonra yanma məhsullarının əsasən başlanğıc qarışıqları müəyyən et. Deməli, baxırıq elementlərə. Yəni başlanğıc maddədəki elementlər əlbəttə ki, alınan məhsulların içərisində də olmalıdır. Birincidə nə görürük? CO2, H2O, azot qazı, yəni ki, N2-dir bu. Baxaq görək. Nə ola bilər bu? CH3, NH2, B bəndi ola bilər. Baxın, yanma məhsulları, yəni başlanğıc maddə CH3, NH2, üstəgəl O2 olacaq. Bax, bu yanında karbon varmı? CO2, bəli. Hidrogen varmı? Oksigen varmı? H2O əmələ gəlir. Azot varmı? Bəli, var burada azot. N2 də əmələ gəlmiş olacaq. Karbon qazı da su buxarı. Aha. Bu da C2H6 olar. Yəni C2H6-da da, burada istəyirsiniz plus oksigen yazın, istəyirsiniz yazmayın. Yəni C başlanğıc maddələr bunlardır. Variantı uyğunlaşdırsaq BD-ni yazıram mən burada. CO2 və üstəgəl H2O əmələ gəlir. Sonra burada alüminium da var, xlor da var, H2O. Burada ikisini bir yerdə eləməliyik. Deməli, qarışıq. Hansı qarışıqdan əmələ gələr? Həm SO2 olsun, həm H2O olsun, həm də xlor. Bu H2S, şükürün olduğu H2S-dir. Yəni A və C, alüminium, xlor 3. Yəni bunların hər halda ayrı-ayrı yanmasını nəzərdə tutur. Və SO2, alüminium klor, H2O, CO2. H2O, CO2, C2H6-dan əmələ gəlir. Alüminium klor 3 də yenə alüminium da var. Burada kükürddə bir dənə A da var. A olar, C olar, D olar. Elementlərə baxırsınız sadəcə, reaksiyanı bilməsəniz də. Burada üçüncü üzvəyə reaksiyalar da var. Dördüncü suala baxaq. Qarışıqların mümkün yanma məhsullarını və molekul nisbətlərini müəyyən edin. C2H4, HS, CH3, NH2, C3H8, C2H5OH. Asandan çətinə doğru gedək. Molekul nisbətini də istəyir bizdən. C3H8, C2H5OH tərkibində karbon və hidrogendən ibarətsə ancaq. Reaksiya məhsulları CO2 üstəgəl H2O olur. Burada da CO2 və H2O olacaq. Bu reaksiyaları kənarda yazıb əmsallaşdıraram. Molekul nisbəti. Burada yanma məhsulları və molekul nisbətləri.
Hamısının onun nisbətini istəyir. Hamısını yazarıq nəsə. CH3, NH2, burada da CO2, H2O və azot olduğuna görə N2 də olmuş olacaq. Sonra C2H4HS, CO2, H2O, SO2. Burada C2, yaxşı görsənmir, C2H5HS-dir. Burada elə mən ümumi tənliyi yazacağım. C2, H5HS. Üstə gəl oksigen, alınır CO2. Üstə gəl H2O. Deməli H2O plus SO2. Deməli 9 molda oksigen olacaq. Molekul nisbətini istəyirsə 2-nin 9-a, 9-un 4-ə, 6-nın 2-yə. Yox, sadəcə burada məhsulların molekul nisbətini istəyirsə 4-ün 6-ya, onun da 2-yə nisbəti olaraq cavab yaza bilərsiniz. Burada sadəcə yanma məhsullarını və molekul nisbətlərini müəyyən edin. Yəni ki, sadəcə yanma məhsullarını istəyir. Sonra CH3, NH2-nin yanma reaksiyasını yazaq. Qarşısına 10 düşür burada. Burada da məhsullara görə yazırıqsa 4-ün 10-a, onun da 2-yə nisbəti. Onsuz da reaksiyanı yazanda bu görsənir. Və C3, H8-in yanma reaksiyası. Buradan sadəcə CO2 və H2O əmələ gəlir. 3 mol CO2, 4 mol H2O, 5 mol da oksigen reaksiya yanma məhsullarının nisbəti 3-ün 4 olan nisbətidir. C2, H5, OH-ın yanma reaksiyasını yazırıq. 2 mol CO2 üstə gəl 3 mol H2O əmələ gəlir. 3 mol da oksigen reaksiya keçirir. Yanma məhsullarının molekul nisbəti 2-nin 3 olan nisbətidir. 5-ci suala baxaq. Deməli, avtomobil yanacağı ilə əlaqəli aşağıdakı tapşırıqları yerinə yetir. Verilmiş sözlərdən istifadə edərək mətni tamamla. Daxili yanma mühərrikli avtomobillər yanması zamanı ayrılan hissənin hesabına hərəkət edir. Orada nə yanır daxili yanmada? Yanacağın yanması hesablanır da. Yanacaq yanması zamanı ayrılan hissənin hesabına hərəkət edir. Yanacağın yanması üçün ehtiyac var. Nəyə ehtiyac var? İstiliyə məncə oksigenə. Oksigenin mənbəyi havadır, əlbəttə. Havanın tərkibində oksigen və azot qazları var. Azot 78%-dir. Havanın tərkibində həcmcə 21% isə oksigendir. Yanacağın tərkibini isə CO2 və H2O-ya əsasını təyin etmək olar. Yanacağın tərkibində nə var? Karbon var. Hidrogen var ki, bunlar da yananda CO2 ilə H2O əmələ gəlir, onun əsasını təyin edirik. B bəndinə baxaq. Avtomobildən ayrılan qazın tərkibində NO2 müəyyən edilir. Bu qazın əsas mənbəyini tap. Bu NO2 mərhələli əmələ gəlir, yəni birbaşa əmələ gəlmir. Bu qazın əsas mənbəyi havadır, yazırıq. Əvvəlcə havada 78% həcmdə azot var axı.
Bu daxiliyyanma mühərrikində də istilik çox olur, temperatur çox olur. NO əmələ gəlir. Sonra o NO oksigenlə reaksiya girir, NO2 əmələ gətirir. C bəndinə baxırıq. Yanacağın əsas yanar maddələrindən birinin formulu CXH-dir. Aşağıdakı reaksiya təlininə əsasən X və Y müəyyən et. Deməli, bizə təlini verir. Baxın, burada nə qədər karbon görürük? 16 karbon görürük. 16 karbon görürəmsə, burada da 2-ni neçə vurmalıyam ki, 16 eləsin? 8. Yəni, X bərabərdir 8-ə. Burada da belə yaza bilərik. Hidrogenə baxaq. Hidrogen burada nə qədərdir? 36. Deməli, burada da əmsalda 2 var axı. 2-ni nəyə vursam 36 edir? 18-ə. Deməli, bu da 18 imiş Y. Belə. Altıncı suala baxırıq. Təbii qazın sızması nəticəsində əmələ gələn yanğının aradan qaldırılma mərhələləri yanma üçbucaq elementlərinin hansının kənarlaşdırılmasına əsaslanır? Deməli, yanma üçbucağında oksigen, istilik yanacaq. Bu üçündən birini kənarlaşdırmaq, üçünün yəni hamısını kənarlaşdırmaq lazımdır. Bax, görək bunları eləyəndə o üçündən biri mi, ikisi mi ola bilər kənarlaşdırılır, hansılardır? Qazın verilişi dayandırılır. Orada da yanacaq kənarlaşdırılır. Yanacaq kənarlaşdırılır. Yanğının üzərinə su tökülərək söndürülür. Burada istilik azalır. Yəni istilik kənarlaşdırılır. Yanğını söndürmək üçün karbon qazı ilə doldurulmuş balonlardan istifadə edilir. Burada da həm istilik, həm də oksigenlə təmas. Kənarlaşdırılır. Yanğını söndürmək üçün onun üzərinə oda davamlı materialdan hazırlanmış yanğın örtüyü çəkilir. Burada da oksigenlə təmas. Burada oksigenlə və istilik də yaza bilərsiniz ikinci. Hər ikisi azaldılır, kənarlaşdırılır. Sonra bu elə sırf bunun özü kitabda var şəkildə bax təkrar edə bilərsiniz. 7. Plastik qapılar və pəncərələr tərkibində xlor olan maddədən istehsal edilir. Plastikin tərkibindəki xlorun miqdarı keyfiyyətin göstəricilərdəndir. Xlorun miqdarını təyin etmək üçün yanma reaksiyasından istifadə olunur. Yanma reaksiyasına əsasən A, B, Z maddəsinin formulunu müəyyən edilir. A, B burada. A, B hanı burada? Hə, burada indeksli. A əmsaldır, B indeksli, Z isə maddədir. Gəlin baxaq. Deməli, sağ tərəfdə nə qədər karbon görürəm? 8 dənə. Burada 8 olması üçün nə etməliyəm? Qarşısına 4 yazmalıyam. Deməli, A nəyə bərabərdir? 4-ə. Sonra A 4-dürsə, belə tapdıqca yazaq. 8 CO2 üstəgəl 6 Z üstəgəl 2 xlor. Burada nə qədər xlor var? 4 dənə xlor varsa, deməli, burada 1-dir də. Əslində 1 yazılmır. Biz yazmırıq. Bura B 1-ə bərabərdir. Sonra qaldı Z. İndi bu Z-i tapmaq üçün elementlərin sayına baxaq. Deməli, 8 karbon, burada da 8 karbon var. Amma bu tərəfdə hidrogen yoxdur. Bu böyük ehtimal H2O-dur. İndi gəlin əmsallara baxaq və həqiqətən baxıb görək bu ZH2O-durmu? Deməli, burada nə qədər oksigen var? 22. Burada nə qədər? 8 kimi 16. 22 olması üçün baxın. Qarşısına 6 yazsam, 6 da burada. 6 üstəgəl 16, 22 edir. Hidrogenə baxaq. 4 kimi 12. Burada da 6 kimi 12. 12 hidrogen var. Deməli, həqiqətən bu Z maddəsi H2O-dur. 7-ci suala baxaq. C vitamini molekulunda karbon və oksigen atomları sayı eyni olub 6-ya bərabərdir. Burada şərt kimyəvi tənlik tərtib etdirir. C6O6 yazaq. Bunun da reaktorda yanmasından CO2 ilə H2 əmələ gəlir. Demək ki, biz burada müəyyən edirik ki, alınanların içərisində hidrogen varsa, demək ki, bu C vitamini tərkibində də hidrogen var. Çünki bu oksigendir, oksigen tərkibində hidrogen ola bilməz. Və 3-ün 2-yə nisbət kimi deyir. Yəni, bu ixtisar getmiş ədədlər də ola bilər. Biz indi baxırıq. Burada karbon sayı nə qədərdir? 6-dır. Burada da 6 olmalıdır.
Demək ki, baxın, 2-yə ixtisar gedib bu. Hər birinin bu nisbətdəki ədədləri 2-yə vursaq, burada 4H2O eləyəcək. H2O-nun qarşısına 4 düşür. Demək ki, orada nə qədər hidrogen var? C vitamini tərkibində 8 dənə. Çünki burada 8 hidrogen var. Oksigenlərə baxsaq, deməli 6 kimi 12, 4 də suyun içərisində 16 dənə olması üçün bura 5 yazırıq. C vitamini formulu müəyyən edir. C vitamini formulu C6H8O6-dır. C vitamini yanma reaksiyasının tənliyi yazma əmsallaşdır. Bu elə mənim yuxarıda yazdığım reaksiyadır. Bir daha təkrar yazaq normal formulla. Üstə gəl 5O2, alınır 6CO2, üstə gəl 4H2O. Belə, bu qədər, sağ olun.